Herkese salam, hər birinizi xoş gördük. Bugün sizinlə universitetə daxil olduqdan sonra nə etməlisiniz, nələrə diqqət etməlisiniz, heç kəsin danışmadığı qaydalar haqqında danışırıq. İlk növbədə danışırıq universitetdə müəllimlərlə sizin aranızdakı münasibətdən. Müəllim bir müəllim, ixtiyari bir müəllim olsun, siz o müəllimlərin aranızı çox yaxşı saxlamalısınız. Əslində universitetlərdə biraz daha yaşlı və kaprizli müəllimlər çoxdur və onlarla münasibətiniz nə qədər yaxşı olsa, sizin də semestr axırında skorlarınız bir o qədər yaxşı olar. Yəni siz müəllimlə aranızı nə qədər yaxşı saxlasanız, sizin qiymətiniz də bir o qədər yüksək olmuş olar. Yəni siz nə qədər yaxşı oxusanız belə, müəllimlə münasibətiniz pisdirsə, o zaman sizin balınız aşağı olmuş olur. Əgər yox, sizin müəllimlə aranız yaxşıdırsa, siz nə qədər pis oxusanız belə, müəllim sizin tərbiyənizə görə və onunla olan münasibətinə görə balınızı 1-2 bal artıra bilər. Ona görə də müəllimlərlə mütləq şəkildə aranızı çox yaxşı saxlayın. Daha sonra universitet illərində vaxtınızı boş keçirtməmək üçün mütləq və mütləq xarici dil öyrənməlisiniz. Xarici dil öyrənmək sizin gələcəkdə işə qəbul olmağınız üçün bir üstünlükdür. Sonra burada elə bir tələbələr ola bilər ki, harasa ilişim deyə yaza bilən tələbələr olar ixtisasını və yaxud da heç istəmədiyi bir ixtisasa düşən tələbələr ola bilər. Onlara heç keyfini pozmamaqlarını deyərdim. Çünki Azərbaycanda demək olar ki, heç bir şəxs müəllimlərdən başqa təbii ki, öz ixtisası ilə eyni bir ixtisasda işləmiş olsun. Yəni sən əgər müəllimlik ixtisasını bitirmisənsə, sən IT sahəsini çox rahatlıqla qavraya bilərsən və o sahəyə yönələ bilərsən. Buna görə də hansı ixtisasa yönəlmək istəyirsənsə, o ixtisası əvvəlcədən təkmilləşdirməlisən. Məsələn, IT sahəsinə yönəlmək istəyirsənsə, bilirsən ki, IT sahəsinin bir neçə növləri var, bir neçə qolları var və hansı qoluna yönəlmək istədiyini müəyyən etməlisən. Bu IT developer ola bilər, yəni sən software engineer ola bilərsən, developer ola bilərsən, Android developer ola bilərsən, data analitik ola bilərsən və s. bir çox növləri var və hər bir qollarında özünə məxsus proqramlaşdırma dili və yaxud da fərqli bir proqram var, verilənlər bazası, bunları öyrənməlisən. Və bunları öyrənən zaman sənə mütləq şəkildə hansı kurs lazımdır deyə bilmərəm, çünki sən onlayn şəkildə də çoxlu resurs tapa bilərsən. Yəni bu YouTube üzərindən olsun, başqa bir sayt üzərindən olsun və s. Və universitet illəri ərzində çalışın ki, özünüzü sosiallaşdırasınız. Nə mənada? Məsələn, mən universitetə qədər, universitet illərində belə hətta çox sakit idim, öz fikrimi deməkdə çətinlik çəkirdim, auditoriya qarşısında çox həyəcanlanırdım, halbuki hamısı öz qrup yoldaşlarım idi, hər birindən də çox yaxşı münasibətim var idi. Düzdür, belə bəzi patoklar birləşirdi, məsələn 3 qrup birləşirdik, o zaman 60 nəfərlik bir patokda danışmaq, nəsə fikrini bildirmək çox çətin idi, adam çox həyəcanlanırdı və mən tövsiyə edərdim ki, bacardığınız qədər auditoriya qarşısında çıxış eləyin, danışın. Bu sizin sosiallaşmanıza çox böyük kömək eləyəcək. Yadımdadır ki, bizim bir psixologiya müəllimimiz var idi. O bizə deyirdi ki, elə adam tanıyıram ki, danışa bilmir, danışmağa xoşlanır, ancaq yəni çox savadlıdır, çox bilikli adamdır. Ona görə də o insan nisbətən geridə qalmış olur. Ancaq deyir, elə adam tanıyıram ki, o adam qədər savadlı deyil, ancaq o qədər irəlidədir ki, niyə? Çünki danışmağının sayəsində, sosiallaşmağının sayəsində, yəni sosiallaşmaq o qədər önəmlidir. Və mənim hər zaman düşündüyüm və həqiqətən də öz yerini tapan bir fikrim var ki, kiminsə sizi gəlib kəşf eləməsi çox nadir hallarda olur belə şeylər. Daha çox kinolarda olur, nə bilim, bəzən çox nadirdir belə şeylər. Amma siz özünüzü qabağa atmalısınız. Sizi kəşf eləməkləri üçün siz artıq sosiallaşmalısınız. Yəni özünüz kəşf edilməlisiniz. Sizi kimsə gəlib kəşf eləməməlidir. Siz özünüzü daha çox tanıtmalısınız, sosial olmalısınız. Bu çox önəmli faktordur. Ona görə də buna diqqət etməyiniz çox önəmlidir. Hər bir şey yadınızda saxlayın ki, insan çalışdığının qarşılığını mütləq şəkildə alır. Bu mənim çox inandığım bir sözdür. Ona görə də davamlı olaraq çalışın. Təbii ki, həyat təhsildən ibarət deyil, yalnız oxumaqdan ibarət deyil. Ona görə də dostlarınızla vaxt keçirin, əylənin, çoxlu xatirələr toplayın. Bu sizin üçün çox önəmlidir. Gələcəkdə sizin üçün, yəni baxdıqca çox xatırlaya biləcəyiniz xoş bir günləriniz, xoş bir xatirələriniz olsun. Hər birinizə uğurlar arzu edirəm, sağ olun. Eyni zamanda mənə dəstək olmaq üçün məni follow etməyi və bəyənməyi, altda da rəylərinizi, fikirlərinizi qeyd etməyi unutmayın. Sağ olun, görüşənədək.